Deməli, buradan daha gerisini bu dağ maşınları ilə davam edirik. Qalxırıq Sim kəndinə. Maşınları burada saxladıq. Qalxacaq indi üzü yuxarıya. Gedək görək. Bundan sonra yəqin ki 5-6 kilometr piyada yolumuz var. İnşallah yağış da yağmaz. Hava biraz bulutludur. Deməli, çətinlik dərəcəsi çox yüksəkdir. Gördüyünüz kimi bu dağları aşırıq yavaş-yavaş. Hələ gəlib çatmamış. Bizim qrup da arxamızca irəlir yavaş-yavaş. Bu şəlalələr yerləşir Astara rayonunun Sim kəndində. Buradan daha yaxşı görsənir. Artıq şəlaləyə çatmışıq sayılır. İndi onu daha da yaxından görəcəyik. Buradan görüntüsü şəlalənin belədir. Şəlaləyə yaxınlaşdıqca deməli hündürlüyü daha da yaxşı görsənir. Yağmurluğu geyinib 10 hafta qalmaq istəyirəm. Elə də təmizləyirəm ki, elə bil maşın təmizlə gəlin. Şəlalənin kənarında bir kofe bir başqadır. Çok güzel şəlalədir. Bura qədər gəlməyə məncə dəyər. Buradan gəlsə də korkmamaya ehtiyac yoxdur. Buradan gəlin. Tarafını taktım ki bir tarafı yükselemem. Hazırda növbəti şəlaləyə qalxırıq. Amanlı başlı çapında. Gedib gəlmək aşağı yuxarı 12 kilometr. 10 kilometr var. 12 kilometr aşağı yuxarı piyada gedib gələcəyik.
Altı o tarafa, altı bu tarafa. Şimdi bilmirik görəcəyimiz görüntüyə dəyər yoxsa yox. Demək olar ki, sıx meşə, aşağıda Sıldırım çay. Çay nə qədər görsənər bilmirəm. Düşmüşük. Balaca bir cığıra. Yəni aşağısı tamamilə Sıldırımdır. Evde bir çay gelir. Yukarısı da böyle bir Sıldırımdır. Kayalar, taşlar. Gittiğimiz yoldaki onlar geride kaldı. Geç sana. Yo yo. Təbiətin gözəlliyi həqiqətən də göz oxşuyur. Çox gözəl təbiət var. Yarpaqlar tam tökülməyib, bax. Arkadaşlar çəkəndə fondan xahiş edirəm. Onu da nəzərə al. Etik qazanasın. Ben çok da şeyini istiyorum. Mesela şeyin Əsərin baş qəhrəmanı. Aynur Əliyeva. Yerimiz olan bundan sonra tura gedəndə mənim pulumu verin, mən gəlmişəm sizin iştirak edeyim. Vallahi pul necə gəlməyəsiniz daha da. Aynen oldu. Necə gəlməyəsiniz? Mənə, niyə mən yetim eynadım? Vaxtda deyir ki, şeydir. Məyim ha? Bahar, bahar. Sudan kesittim ona göre haydi adı bu. Oğlum ama. Sana da atacağım. Memar Salim abi de aramızdadır. Merhabalar. Merhabalar. Ben olan bağlı köy. Sosan da vakit değil mi? Arada ben İstiyorlar ki. Biraz ara. Altı salın boş yolun yarısındayım. Hazırda Sıldırımı qalxmaq ərəfəsindəyik. Belə göstərim. Arzu seni kaldırmayacağım, Arzu gelme. Tamamilə. Deməli qalın Qutqa ilə gələndə indi yarım qolla davam edirlər. Arzu çık. Demək olar ki, tamamilə istediyi artıq buralarda çıxmaq çox
Aşırı dərəcə çətin. Tabii sen aldın. Kırma. Bu tarafta ayağı. Meşanın sıx olan ərazisindəyik. Təxminən 20-25 dəqiqədir ki, üzü yuxarıya qalxırıq. Hara çatdıq? Hal-hazırda Astaranın ən pik nöqtəsində Ballıqaya zirvəsindəyik. Aha, şu. Ballıqaya zirvəsi. Hol yazması İngilisində hol, yəni şey meydança. Assalamu alaikum. Hoş gördük. Ballıqaya ən məşhur qayadır burada. Belə qayanın yanına keçmişlər. Yine bunu alacağız. Asıl. İndi onu yeridir. Ballıqayanın tam üstündəyik. Ətrafı özündən balaca və özündən hündür dağlarla çevrildi. Bizim qrupun vəziyyəti yaxşı görsənmir. Ama bana ne çağırsan? Ballıqayanın demək olar ki, gəzintisini qurtarmışıq. Düşürük aşağıya. Dustaqxana şəlaləsi var ora. Bir 5-10 dəqiqəlik çay fasiləsi vermişik. Çay keyfi bitdi. Dustaqxana şəlaləsinə doğru hərəkət edirik. Təbii ki, bələdçimizlə. Buraları, bu sıx meşələri bələdçisiz biraz çətindir. Həm də bizim kimi ilk dəfə gələnlərə. Deməli, qrupda 20 nəfərik. 20 nəfərin heç biri birini tanımır. Burada dostlaşıb, sosiallaşmışıq. Meşənin içində də gəzinti eləmək həqiqətən də çox gözəldir. Birinci deməli olar ki, qalxdıq Sim kəndinə, Astaranın Sim şəlaləsi. Sonra Ballıqaya. İndi də Dustaqxana şəlaləsinə doğru hərəkət edirik. Arzu. Evde de diyorsan 2 saate yakın vakti olacak. 7'de buradan çıkmalıyız. Ha? 6-7. Maşınla hərəkətimiz 5 saat çəkdi. İndi piyada hardasa 2 saatdir ki gəzirik, düzdür, istirahət eləyə gəlirik. Məsəl üçün bir şəlalə,
Bir dənə də ballı qayanı gəzmişik. 2 saat ərzində. Yəqin ki 1-2 saatlıqda yolumuz var. Mesafe çok olma yolu ama şimdi çok da gelmedi. Məsafə hardasa 6 yuxarı 6 kilometr, 6 kilometrdə qayıdış 12 kilometr. Piyada veşmeşoğu ilə bəli, lazım olan hər bir şeyi götürmək lazımdır ki burada. Yol bu cürdür. Balaca bir cığırdır. Onu da üstü yarpaq örtüb. Belə təhlükəli gölməçələr yolumuzun üstündə. Baxın. Buradan, bura yoldur. Bələdçimiz geçsin qabağa. Bura bizim gedəcəyimiz cığırdır. Aşağısı sərt sıldırım. Yuxarısı belə qurumuz da gəlir. Gel gel. Yavaş yavaş gidiyor. Enişli yoxuşlu grubun bazı üzvləri ortada qalır. Burada aşağı demək olar ki gözdən görsənmir də. Yəni bir balaca bu yoldan ayağın sürüşüb düşərsənsə, deməli ta o aşağılardan hardansa səni kimsə tapsa sevin. Bax o dərəcədə. Yavaş yavaş. Buradan yavaş yavaş. Bəli. Bu tərəfdə var belə. Təbiətin gözəlliyi göz oxşuyur. Yəni o dərəcədə gözəldir təbiət. Meşənin sıxlığı, yarpaqların tökülməsi, ələlxüsus da payız vaxtı çox gözəldir. Gittiğimiz yol, ayağımızı koyduğumuz yer. Bak o taraf boşluqdur. Bax belə gedir. 20 santim enində bir yoldur. Yol deyəndə belə də bir cığırdır. Getdiyimiz yol boyu belənci çox gözəl manzaralar, sıx meşə. Çok gözler iyi elədi. Ona bak oraya. Təzə. Gələn dəstə borca xərcəgiydi. 15-dən zaten. Yox, 17 çıxıb, 15 nədir? Nədir? Bugün söz nədir? Deməli, bacardığın qədər gözü yoldan çəkməməlisən. Çünki hazırda payız olduğu üçün yarpaqların hamısı tökülübdür yola. Yol demək olar ki bilinmir, çünki hardasa 25 santim enində bir cığırdır. Onunla hərəkət edirik. Gözünü yoldan çəksən, aşağı tamamilə sıldırımdır.
Tamamıyla sıldırım. Buradan. Burada dağ təbii olaraq belə bir pilləşən kimi yaranıbdır. Buranın gözəlliyi nəyə desən dəyər. Görməyə dəyər çox möhtəşəm bir görüntü var burada. Çox gözəl bir görüntüdür. Hələ davam edirik. Gəlib buraları gözdən görməyə mütləq dəyər. Aşağı neçə yüz metrliyində bir sıldırım. Rəsmən adamın gözləri qalxır. Aşağıdan çay gedir, bilmirəm görsənmir. Dəqiqədir ki, şəlalənin səsini, suyun səsini daha doğrusu eşidirik. Amma aşağıda güclü çay gedir. Belə, hoppa, getmiş idik. Deməli, diqqəti yoldan vermək lazım deyil. Belə, aşağıda balaca 3-5 metrlik şəlalə görürəm, hündürlüyü. Bəlkə də buradan elə görsən. Orada da biri var. Amma biz yuxarı doğru qalxırıq. Artıq Dustaqxana şəlalələri 1, 2, 3, 4, 5 dənəsini görürəm. Bu təbiəti görmək üçün mütləq gəlib buraları görməlisiniz, baxmalısınız. Tam bu dağın dibi ilə bax belə bir sərt üzü yuxarıya, yuxarıçı şəlaləyə doğru hərəkət edirik. Dustaqxana şəlaləsi bir neçə mərtəbə şəlalədən ibarətdir. Amma görməyə dəyər. Dustaqxana şəlaləsi məncə görməyə dəyər. Bura ən yəqin ki zirvəsi deyil, bundan da yuxarıda var. Məndən aşağıda isə bir bu qayanın dalında bir şəlalə var. Bir də tam aşağıda bir dənə şəlalə var. Oradan da çəkməyə çalışacağım. Bax, belə bir. Gel gel. Dur, şimdi getir sahibini. Getir. İndi bu şəlaləyə baxaraq bir yarım saat istirahat edəcəm. Yəqin ki burada bizim kamp dostları da, onlar da istirahat edəcək. Gəzinti dostlar.
Dustaqxana şəlaləmsinin gəzinti demək olar ki, başa çatdı. Qaydırıq Sim kəndinə. Çünki orada yemək yiyəcəyik. Saat 4'ə demişik, amma çatdıra bilsək də onda biz günorta yeməyin saat 4'ə. Şiddətlə tövsiyə edə biləcəyim bir yerdir buralar. Təbiət çox gözəldir, həddindən artıq. Getmək istəmirəm. Bələdçi hardadır? Bələdçi qabaqda. Tapıb da Rəhbər də oradadır. Demək olar ki, saat 4'dür. Biz qaydırıq. Dustaqxana şəlaləsindən qaydırıq Sim kəndinə. Yol çox yorucudur. Düzdür, qalxanda adam biraz görmək üçün tələsir, amma düşəndə artıq gücü ancaq ayaqlara verdi ya, çox yorucu olur. Çətin yolu var, amma görməyə dəyərdimi? Bəli. Belə bir gözəl təbiəti görməyə dəyər. Həm gözəl vaxtı, payız vaxtı, həm də şəlalənin özü çox gözəldir. Bizim qrup arxadadır, qrup rəhbəri arxadadır, bələdçi arxadadır. Çünki yuxarıdan aşağıya düşmək çox çətindir. Ancaq üzü aşağıya düşürsən, ona görə biraz çətindir. Amma qalxanda bir o qədər əziyyət çəkmirsən, yorulmursan, amma düşəndə çox yorulursan. Hazırda biz hələ gedib kəndə çatmamışıq. Çünki yol uzaqdır. Grup yoxdur. Bu da bizim buradan Astaranın Sim kəndindən olan bir bələdçimizdir. Grup çox yavaş-yavaş irəliləyir. Cavanlar futbol oynayır. Astaran Sim kəndində. Sim kəndinə girmişik. Hal-hazırda Sim kəndində yollarda bizdən başqa heç kim yoxdur. Bu Sim kəndinin özünə də normal avtomobillərin qalxması biraz çox çətindir. Ancaq altı hündür, Niva, Uaz kimi beləncə bir maşınlar olması məsləhətdir. Hazırda Sim kəndindəyik. Grubun çöküşüdür demək olar ki, yorğunluqdan. Sim kəndi belə dağlarla əhatə olunub. Hər tərəfi dağdır. Dağın demək olar ki, elə arasında, üstündə qurulub. Amma təbiəti çox möhtəşəmdir. Quşların səsi hələ də var. Qrup çox yorğundur. Kasmışın, narahat olma. 5 dəqiqə çəkmə. 2 dəqiqə.
Kənddə belə bir evdə nahar eləyəcəyik. Burada da bizim süfrə qurulub. Təbii kompotlar, bulaq suları və yorğun tur iştirakçıları. Ha kadar aksın dağlar olur. Sağ oradan buraya kadar Gökten Karagil'e diyor. Hava geleceğim. Allah peygamber rızasına ben bunu söyleyeceğim. Bir vereceğim. Hadi o ağacı ne kadar siz ama. Gördün. Gördün. Aa böyle problem yok. Ben size tutacağım sizden maaş bunu. Yok. Eyvah ağacı. Ha burada bir yakınlık var. En sevdiğim Levengi'dir. Levengi küp adını. Hardasa axşam saat 6. Yavaş-yavaş düşürük aşağıya maşınların yanına. Belə düz gedirdim də mən. Yaxşı.